Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının növbəti buraxılışını təqdim edir. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri görüşdü. İlin sonuna qədər isə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri planlaşdırılır. Biz bugün bu barədə danışacağıq. Eyni zamanda Amerikanın və Ukrayna prezidenti Vladimir Zelenskinin əvəzləmək istəyi ilə bağlı yayılan iddialar da diqqət mərkəzimizdə olacaq. Söhbətimizə başlamazdan öncə qeyd edim ki, politoloq İlyas Hüseynov bizə telefonla bağlanıb. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir Yunus müəllim. İlyas müəllim, yəqin siz də yayılan xəbərlərdən məlumatlısınız. Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri görüşdü. İlin sonuna qədər bir qədər əvvəl də vurğuladığım kimi Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana səfəri gözlənilir. Siz parlament və vətəndaş cəmiyyəti səviyyəsində aparılan etimad quruculuğu prosesini necə qiymətləndirirsiniz? Bu xalqlar arasında etimad mühitinin yaradılmasında nə dərəcədə ciddi prosesdir? Minnətdaram sualınıza görə. Ümumiyyətlə 8 avqust tarixində Ağ Evdə görüşün keçirilməsi, sülh müqaviləsinin paraflanması, Azərbaycan ABŞ və Ermənistan ABŞ qarşılıqlı anlaşma memorandumlarının imzalanması Cənubi Qafqazda sülh və təhlükəsizlik istiqamətində yeni bir mərhələnin başlanğıcı oldu. Və mən belə düşünürəm ki, artıq əvvəlki təmaslardan, danışıqlar trekindən, əldə olunan razılaşmalardan fərqli olaraq praktiki müstəvidə bir niyyət vardır ki, razılıqlar dayanıqlı olsun. Və mən ötən gün Azərbaycan ABŞ beyin mərkəzlərinin birinci forumunun iştirakçısı idim və orada da çox mühüm ABŞ-Azərbaycan siyasi gündəliyinə dair danışıqlar keçirildi. Həm Ermənistan-Azərbaycan normallaşması, enerji təhlükəsizliyi və ümumiyyətlə Vaşinqtondan sonra Cənubi Qafqazda yaranan vəziyyət müzakirə olundu və məndə yaranan təəssürat bundan ibarətdir ki, Rusiyanın Cənubi Qafqazda qalıcı maraqlarına qarşı ABŞ həm investisiya, həm siyasi, iqtisadi maraqlarını təmin etmək istəyir. Və bu istiqamətdə artıq müxtəlif segmentlər üzrə görüşlər təşkil olunur. Məsələn, parlamentlər istiqamətində görüşü siz qeyd etdiniz. Bundan öncə İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçirildi. Qarşılıqlı görüşün Bakıda baş tutması gözlənilir ilin sonuna qədər. Beyin mərkəzlərinin nümayəndələrinin İstanbulda görüşü oldu. Digər bir nümayəndə heyəti NATO çərçivəsində İrəvanda idi. Yəni göründüyü kimi müxtəlif sahələrin adamları görüşürlər, bir-birini tanımağa çalışırlar, bir-birini anlamağa çalışırlar və bununla da cəmiyyətlərə bir mesajlar ötürülür. Yəni siz əgər fikir verdinizsə, İrəvanda vətəndaş cəmiyyətinin görüşləri keçiriləndən sonra bir-birini qıcıqlandırmayan press-relizlər hazırlandı. Yəni ərazi iddialarından əl çəkmək, bir-birini qıcıqlandıran terminologiyadan istifadə etməmək və bu kimi yanaşmalar var idi. Çünki münaqişənin yaranması üçün ilkin səbəblər aradan qaldırılmalıdır ki, biz yeni bir mərhələyə başlayaq və konstruktivizm önəmlidir. Hər iki tərəf bir-birinin ağrılı, acılı, bir-birinə xoş gəlməyən məsələlərini yaxşı bilir və 30 il ərzində olan bu müharibə, itkilər, köçkünçülük, dağıntılar, fəlakətlər, yarımçıq qalan taleylər mövcuddur. Bunu da yaxşı başa düşmək və bunun üzərindən yeni bir eranı başlamaq önəmlidir. Bu çox çətindir. Hesab edirəm ki, kənar geosiyasi aktorlar da sülhü dağıtmaq, pozmaq, nifaq salmaq yönündə çalışırlar. Yəni onlar da kənardan buna baxmaq və təqdir etmək, alqışlamaq yolunu tutmayıblar. Və məhz bu çətinliklər və həssasiyyət üzərindən bu təmaslar həyata keçirilir. Amma düşünürəm ki, bir nəticəsi olacaqdır.
Nəticədə bundan ibarətdir ki, Ermənistan konstitusiyası dəyişməli və yekun sülh müqaviləsi imzalanmalıdır. Hətta bundan sonra da bu cür təmasları davam etdirmək önəmlidir. Çünki birgə yaşayışın formalaşmasının, kommunikasiya xəttlərinin açılmasının alternativi yoxdur. Və bunun üzərində sülhü, təhlükəsizliyi qurmaq mümkündür. Nə qədər çətin olsa da hesab edirəm ki, bunun öhdəsindən gəlmək mümkün olacaqdır. Siz kommunikasiya xəttlərinin açılması məsələsini xatırlatdınız. Elə bir neçə gün bundan qabaq Amerika Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini Elion Hooker Ermənistandaydır və o Nikol Paşinyanla görüşündə bəyan etdi ki, Trump marşrutu layihəsi üzrə Amerika-Ermənistan razılaşmalarının icrasına başlanılıb. Artıq biz bu bəyanatı həm də son bəyanat kimi qəbul edə bilərikmi? Yəni artıq bu nəticə yönümlü bəyanat kimi bunu tərəflərin qəbul etməsi nə dərəcədə doğru olar? Trip marşrutu üzrə razılaşma da Vaşinqtonda əldə olunmuşdur və bizim baxışımızdan bu məsələyə baxanda məsələlərin daha sürətli şəkildə icrası önəmlidir. Yəni biz bilməliyik ki, bunu Amerika Birləşmiş Ştatlarının hansı şirkəti çəkir, nə qədər maliyyə vəsaiti hesabına, hansı müddətdə, təhlükəsizlik necə təmin olunacaq, gediş-gəliş, yüklərin, sərnişinlərin, avtomobillərin təhlükəsizliyi necə təmin olunacaqdır. Rusiya və İranın münasibətləri fonunda Amerika nə cür siyasi iradə ortaya qoyacaq? Yəni bu kimi açıq qalan məsələlər hələ də mövcuddur və bu cür müəmmalı bir şəkildə Ermənistanda həm də parlament seçkiləri yaxınlaşır və ABŞ daha kəskin addımlar atmalıdır ki, həm Paşinyanın yenidən etimad qazanması üçün addımlar atılsın, təhlükəsizliklə daxil olmaqla regionda olan ictimai-siyasi abu-havanın və vəziyyətin normallaşması ABŞ tərəfindən də himayə olunsun və təhlükəsizlik zəmanətləri verilsin. Və düşünürəm ki, bu səfər, dövlət katibinin müavininin Ermənistana səfəri və trip marşrutu ilə bağlı icraata başlanılma bəyanatı həm də kənar göstərişi oyunçular üçün də bir mühüm vurğulamadır. Eyni zamanda bu məsələlərin daha sürətli icrasını biz qarşıdakı dövrdə görə bilərik. İlkin hesablamalara görə trip marşrutunun Ermənistan ərazisində çəkilməsi üçün $300 milyon lazımdır. Onun təqribən 160 milyonu ABŞ ayırmağa hazırdır. Və düşünürəm ki, qalan hissəsini Avropa İttifaqının üzərinə yıxacaqlar və yaxud da Avropa İttifaqından bunu tələb eləyəcəklər. Çünki Avropa İttifaqının bu marşrut üzərində təşəbbüsü var, Global Gateway adında və Avropa İttifaqı ilə də Ermənistan sıx təmaslardadır ki, bu layihə Brüsselin hesabına icra olunsun. Yəni beləliklə Ermənistan öz büdcəsindən, öz məsuliyyətindən, yükündən, öhdəliyindən bir sent də xərcləmək istəmir. Bu məsələnin önəmli tərəfidir ki, Ermənistan bunu xarici dünyaya və göstərişi aktorlar hesabına icra etməyə çalışır. Azərbaycan bütün layihəni öz gücü, dövlət büdcəsi və milli iradəsi hesabına həyata keçirməkdədir. Həm Horadiz, Ağbənd, həm Naxçıvan Respublikası ərazisində olan bütün işlər, qardaş Türkiyə ərazisində Iğdır-Qars dəmir yolu daxil olmaqla bütün kommunikasiyanın, infrastrukturun çəkilməsi həyata keçirilir və bu da mühüm məsələdir ki, Ermənistanda inhisar altında olan Rusiya dəmir yollarının törəmə şirkəti, Cənubi Qafqaz Dəmir Yolları şirkəti sanki kənarda saxlanılır. Baxmayaraq ki, o şirkətin Ermənistanda həm də nəzarət etdiyi dəmir yolu şəbəkələri vardı. Bu Qazax-İcevan istiqamətini, daha sonra cənuba doğru, Göyçəyə doğru olan hissəsini də nəzarətdə saxlayır. Amma gələcəkdə bu dəmir yolu şəbəkəsinin Ermənistan arasında birləşdirilməsi də mümkündür. Yəni bu da geosiyasi aktorlar və ziddiyyətlər, Rusiya-Ukrayna müharibəsi, onun nizamlanması, onun Cənubi Qafqaza təsiri müstəvisində həll olunacaq.
İlyas müəllim, və sonuncu sualım Ukraynanın sabiq baş naziri Nikolay Azarov bildiyiniz kimi qəribə bir bəyanatla çıxış edib və o sosial şəbəkə hesabında yazıb ki, Amerika Zelenskini əvəzləmək istəyir. Düzdür, o bunun səbəblərini də öz statusunda qeyd edib. Lakin siz necə düşünürsünüz? Bu nə dərəcədə ciddi iddiadır və əgər Amerika Zelenskini əvəzləmək istəyirsə, onun daha çox hansı səbəbləri ola bilər? Bu məsələ ilk öncə Rusiya tərəfindən siyasi dövrəyə buraxıldı, sirkulyasiya edir. Çünki Zelenski ilə razılaşma əldə etmək mümkün deyil. Çox qəti şəkildə ərazi bütövlüyü prinsipi üzərində Ukrayna lideri dayanır və Amerika Birləşmiş Ştatlarından, Avropa İttifaqından, Qərbdəki partnyorlarından silah-sursat, maliyyə vəsaiti, siyasi dəstək tələb edir və eyni zamanda Rusiyaya qarşı daha sərt addımlar, sanksiyalar, Rusiya ilə biznes, kooperativ əsaslarla fəaliyyət göstərən dövlətlərə qarşı sərt addımları Kiyev ortaya atır. Və bütün bu arzular, istəklər, niyyətlər yerinə yetirildəndə bir nəticə üzə çıxmırsa, Amerika Birləşmiş Ştatları artıq digər yollar axtarır. Digər yollar da hazırki status quo-nun formalaşması şərti ilə sülhün əldə olunmasıdır. Trump üçün önəmli olan burada indi sülh əldə etməkdir. Onun sülh yaratmaq, sülh quruculuğu, təhlükəsizlik arxitekturasını təsis etmək niyyətləri də heç kimə gizli deyil. Ona görə də Zelenskini müəyyən bir şəxslə əvəz etmək və onu razı salmaq məqsədləri var və digər tərəfdən Rusiyada Zelenskinin prezidentlik dövrünün müddətinin başa çatması və yeni seçkilər ilə onun mandat qazanmasına əsas gətirərək sanki görüşdən, təmaslardan da boyun qaçırdır ki, o legitim prezident deyil. Ona görə də məhz bu kimi müxtəlif iddialar ortaya atılır. Keçmiş baş nazirlə yanaşı ona yaxın adam saymaq olar ki, onlar da bu cür fikirləri ortaya atırlar və narrativ bundan ibarətdir ki, bugünə qədər, yəni 2022-ci ildən başlayan müharibədən bu yana Ukraynaya ayrılan maliyyə vəsaitləri, iyanələr, tranşlar yeyilib, korrupsiya halları qeydə alınıb və buna görə Zelenski və onun komandası cavab verməlidir. Çünki əgər təyinatı üzrə pullar xərclənilsəydi, bir nəticə ortaya gələrdi və Donbas, eləcə də Krım azad olunardı. Bu çox ciddi ittihamlardır. Bunu əvvəlcə sübut etmək önəmlidir. Və yeni gələn müxtəlif müxalif qüvvələr, Zelenskiyə qarşı oponentlik edən güclər çalışır ki, bu arqumentləri daha da genişləndirsin ki, Vaşinqtonun diqqətini çəksin. Çünki məlumdur ki, Qərb dünyasında korrupsiya ilə bağlı münasibət nə cürdür və nə cür sərt qaydalar mövcuddur. Və bu baxımdan müxtəlif şəxslər özünün siyasi arenaya atır, özü haqqında fikir bildirir. Baxmayaraq ki, uzun illər siyasi səhnədən siliniblər və bu cür hakimiyyətə iddiasını ortaya qoyurlar. Çox sağ olun. Maraqlı müsahibəyə görə sizə təşəkkürümüzü bildiririk və dinləyicilərimizin diqqətinə bir daha çatdırmaq istəyirəm ki, bizimlə telefon bağlantısında politoloq İlyas Hüseynov idi. Əziz dinləyicilərimiz, bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun.